Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Thumma inne mukteze iştimalil kudreti alel ilmi ve şuur bima fil fiili evit terk huve edemu infikakil kudreti anil ihtiyari zati bimane ennehu leyse bimucebin ve yeteferrahu alel kudretil mezkure ve edem kunihi bu mucebin iradetun zatiyyetun kema fihi minel meslehe. Keçən bəhsimizdə elhamdülillah Allahın qüdrəti barəsində danışdıq və bəhsimizi başladıq. Və qeyd olundu ki, qüdrət bəzən əczin müqabilindədir. Qüdrət bəzən icabın müqabilindədir. Qüdrət bəzən də bilfeil məslubul qüdrənin müqabilindədir. Və hər üç mənada Allah qadirdir. Allah qadirdir, yəni aciz deyil. Allah Taala qadirdir, yəni mucəb deyil. Mucəb deyil, yəni öz feillərin hər hansı bir varlığın belə deyək ki, Allah Taala qadir mucəb deyil, qadir muxtardır. Yəni öz ixtiyarı ilə feilləri edir. Öz feilinin baş verməyində o icbar və ikrah olunmur başqa bir varlığın tərəfindən. Başqa bir sözlə desək, Allah Taala qadir muxtardır, mucəb deyil. Yəni Allah Taala öz feilini özü intixab edir. Belə deyil ki, Allah Taalanın da feilləri atəşin yandırmağı kimi olsun. Heç bir şuuru, elmi yoxdur. Günəşin havanı işıqlandırmağı və yaxud da istiləşdirməyi kimi olsun ki, heç bir özündən ixtiyarı yoxdur. Bəs Allah Taala qadirdir, yəni aciz deyil. Allah Taala qadir muxtardır, yəni qadir mucəb deyil. Bir də ki, Allah Taala nəuzubillah əlləri bağlı deyil. Çünki bəziləri Quranda da var, deyirlər ki, Allah Taalanın əlləri bağlıdır. Quran bu ki, bəl yədahu məbsutətan. Allah Taala'nın əli açıqdır. Hər üç mənada Allah Taala qüdrəti vardır və eyni zamanda Allahın qadir olmağının dəlillərini də gətirdik. Sirful vücud dəlili, kəmal-i mütləq dəlili, bu bir dəlil idi. İkinci dəlil Allah Taala qadir olmaq üçün dedik ki, əgər Allahın məlulu olan varlıqlarda qüdrət varsa, biz insanlar nümunə olaraq məluluq. Öz vücudumuzda Allaha bağlı olduğumuz kimi, öz kəmali sifətlərimizdə də Allaha bağlıyıq. Bizdə qüdrət varsa, bunun ali dərəcəsi Allahda olmalıdır. Nəhayət, üçüncü dəlil, bu aləmdə, gördüyümüz bu aləmdə olan tədbir və müxtəliflik ki, müşahidə olunur. Bəzilərinə Allah Taala uzun ömür verir, imkanat verir, bəzisinə vermir. Bunlar hamısı bunun göstərisidir ki, Allah Taala qadirdir. Bu bəs tamam oldu və eyni zamanda Allah Taala'nın qüdrətinin əzəli olmağı da isbat olunur. Allahın elminin əzəli olması kimi artıq bu bəhsə qayıtmırıq. Bura qədər keçən bəhsin xülasəsi idi. Amma bugünkü bəhs. Buyurur ki, vaxtı ki biz Allah Taala'nın qüdrətini isbat etdik, qüdrət bu mənada dedik ki, şuur və elm onda olmalıdır. Yəni Allah Taala bir feili edir, bir feili tərk edir. Dedik ki, bu mənanın mənası budur ki, Allah Taala bu feili etməkdə tərcihi vardır, mürəccihə ehtiyacı var. Mürəccih varsa orada nə olmalıdır? Şuur və elm olmalıdır. Əgər belədirsə, bəs buna əsasən Allah Taala zatən ixtiyar sahibidir. Hər hansı bir feildə məsləhətin olmağını gördü, bildi, onu edir. Hər hansı bir feil məsləhəti varsa onu icad edir, məsləhəti yoxdursa və yaxud da məfsədəsi varsa onu icad etmir. Diqqət edin, bu mərhələdir. Allah Taala qadirdir ikinci mənada, yəni mucəbi deyil. Deyir ki, faili muxtarın, qadir muxtarın bir xüsusiyyəti vardır ki, o da elmdir. Çünki gərək bu feili tərkdən intixab eləsin, seçsin, tərcih versin, bunun elmə ehtiyacı var. Bəs Allah Taala qadirdirsə, eyni zamanda elm və şuuru da vardır ki, feildə ya feilin tərkində məsləhət var, yaxud da məsləhət yoxdur. Bu mənada Allahın qüdrətinin elm və şuura
şamil olmağının nəticəsi də budur ki, Allah Taala zatən muxtardır. Yəni öz feillərində mucəb deyil, atəşin yandırmağı kimi deyil, günəşin havanı işıqlandırmağı kimi deyil, bəlkə Allah Taala ixtiyar üzündən bunları iradə edir. Yəni burada bir bəstə vardı. Adətən fəlsəfədə bunun üzərində çox dayanırlar. Ümumiyyətlə Allah olan vaxtdan onun feyzi də, onun xəlqi də, onun feili də avtomatik şəkildə nəuzubillah Allah Taala istəmədən olub. Filosoflar buyururlar ki, bəli, elə bir vaxt olmayıb ki, Allahın xəlqi, feyyazlığı, feyzi, feili olmasın. Lakin buyururlar ki, İslam filosofları Allah Taala zatən muxtardır. Zatən ixtiyarı var və ixtiyarı olaraq bunu yaradıb. Nəinki bu yaratmağında məcbur olsun. Mütəkəllimlər isə buyururlar ki, əlbəttə qədim qudəmai mütəkəllimin buyururlar ki, bəli, İnnəllaha kanə və ləm yekun mə'hu şey'un, yəni kanəllahu və ləm yekun mə'hu şey'un, Allah var idi, ondan başqa heç bir varlığı yox idi. Sonra Allah Taala istədi ki, yaratsın, sonra yaratdı. Bu sözü fəlsəfənin əksəriyyəti qəbul etmirlər. Buyururlar ki, elə bir zaman, hətta zamanın özü ki, biz deyirik, artıq başqa bir ləfz yoxdur ki, onu işlədək. Yəni həmişə varlıq aləmində Allahın feyzi və feili olub. Həmişə olub. Amma məcbur olaraq olmayıb. Bəs bir mənada mütəkəllimlərlə fəlsəfənin sözü eynidir. Allah Taala qadir, muxtardır. Həm fəlsəfə bunu söz deyir. Yəni atəşin yandırmağı kimi məcbur deyil feili yaratmaqda. Hər hansı bir məxluqatı yaratmaqda. Mütəkəllim həm bunu qəbul edir, həm də fəlsəfə qəbul edir. Mütəkəllimlə fəlsəfənin fərqi buradadır ki, fəlsəfə buyurur ki, Allah Taala həmişə ixtiyar sahibi olub, həmişə də yaradıb. Elə bir vaxt olmayıb ki, Allah olsun, onun kənarında onun xəlqi, feili yaratmağı olmasın. Amma mütəkəllim deyir, xeyr, kanəllahu və ləm yekun mə'hu şey. Elə bir vaxt olub ki, Allah Taala olsun, amma məxluqatı yaratmasın, sonra yaradıb. Bu ixtilaf buradadır. Amma hər halda hər ikisinin sözü budur ki, Allah Taala'nın zatən ixtiyarı vardır. Allah Taala'nın iradə-i zatiyyəsi vardır və Allah Taala bu iradə-i zatiyyəsi ilə bilir ki, hansı feildə məsləhət var, hansı feildə məsləhət yoxdur. Bu iradə, bu ixtiyar əzəldən Allah Taala'da olub. Nəinki sonradan yaransın. Allah Taala'da nəzublə ixtiyar verir, iradə olmayıb, sonradan olub. Xeyr, belə deyil. Bəlkə Allah Taala'da həmişə ixtiyar olub. Nəuzubillah, əgər Allah Taala zatən ixtiyar sahibi olmasa, həqiqətdə bu ürəyin döyünməsi kimi olur. Döyünən nədir? Ürək. Bu döyünmək feili ürəyindir. Amma qeyri-ixtiyarı olaraq döyülür. Mədənin həzm etməsi, nə bilim, atəşin yandırması və yaxud günəşin havanı işıqlandırması, bunlar hamısı feildir, amma ixtiyar üzündən deyil. Amma Allah Taala bu aləmi yaratmaqda, bu feilləri icad etməkdə heç də belə deyil. Bəlkə Allah Taala zatən ixtiyar və iradəsi var, iradə eləyib, çünki görür ki, bu feilin məsləhəti var, yaradıb. Və illa əgər belə olarsa, Allah Taala nəuzubillah qadir, mucəb olarsa, öz feillərində qeyri-ixtiyari olaraq yaratsa, mənası budur. Nəuzubillah Allah Taala'nın bu mənada heç qüdrəti yoxdur. Sizin qüdrət ona sidq eləmir. Hətta bu quvayı təbiiyyə ki, biz deyirik, atəş yandırır, bunun ki, şuuru və elmi yoxdur, həqiqətdə bu qadir deyil. İxtiyarın olmamağı bir növ nöqsan hesab olunur. Bu nöqsanda kəmal-i mütləqdən münafatı və ziddiyyəti vardır. Bundan əlavə biz bu nizam aləminə diqqət eləsək, aləmin bu müxtəlif hissələrinin bir-birindən uyğunluğu və tənasübünü mülahizə etsək və hər bir yaranmış bir varlığın özünə məxsus hədəfləri ki vardır, bunlar hamısı insana elmi yəqini gətirir ki, Allah Taala bunu ixtiyar və iradə-i zatiyyə əsasında yaratmışdır. Və iradəsi vardır ki, bunların vücudu ədəminə nəyi vardır? Tərcihi vardır. Əgər bunlar olmasaydı, yəni bu hədəflər olmasaydı, Allah Taala bunu yaratmazdı. Bəs buna əsasən nəticə alırıq. Allah Taala qadir olmaqdan əlavə
öz feillərində muxtardır və mucəb deyil. Bura qədər biz istədik isbat edək ki, Allah Taala qadir olmaqdan əlavə qadir muxtardır. Yəni öz feillərini icad edəndə ixtiyar üzündən icad edir. Sonra bir məsələyə də işarə edir. Buyurur ki, bir sıra rivayətlərdə iradə və ixtiyar Allah Taala'dan nəfi olunub. Bəzən hədislərdə belə gəlib ki, Allah Taala'nın iradəsi ibarətdir Allahın icad və ehdasından. Bu ayələrin zahiri göstərir ki, nəuzubillah, Allah Taala zatən iradə və ixtiyar sahibi deyil. Yəni Allahın elmi zatisi var, qüdrəti zatisi var, amma iradə və ixtiyar zatisi yoxdur. Bu rivayətlərin zahiri bunu göstərir. Amma diqqət eləmək lazımdır. Ağa buyurur ki, xeyr, bu rivayətlərdə ki, Allah Taala'nın iradəsi nəfi olunub və deyilib ki, Allah Taala'nın iradəsindən, ixtiyarından məqsəd icadıdır. Bəzi hədislərdə gəlir, iradətuhu ihdasuhu. Allahın iradə etməyi, yəni Allahın yaratmağı. Allahın yaratmağı da bu feili zati deyil, bəlkə sifəti feilidir. Buyurur ki, xeyr, burada nəfi ki, Allah Taala'nın iradəsi nəfi olunur. Bu nəfi izafidir. Yəni bunun cəhəti vardır. Çünki nəuzubillah, biz sünnilərin, əhli təsənnünün etiqad və inancına biz müraciət edəndə görürük ki, Allah Taala'ya elə iradəni nisbət verirlər ki, insanlarda olan iradə kimi. Bu məsələyə xahiş edirəm, biraz diqqət edin. Biz insanlarda olan iradə nədir? Biz otururuq, fikirləşirik hər hansı bir feil haqqında. Görürük ki, o feilin faydası var. Əvvəl o faydanı təsəvvür edirik. Bəli, filan işi görməkliyin nəyi ola bilər? Faydası ola bilər. Biraz da fikirləşirik, təsdiq edirik. Həqiqətən bu feilin, bu işin faydası vardır. İnsana yəqin gəlir, cəzm gəlir, qəsd eləyir və iradə eləyir. İradə ki, etdi, istər-istəməz o feilə nisbətdə hərəkət edir və o işi eləyir. Rivayət, bu məzmunda olan rivayət bu növ iradəni nəfi eləyir. İnsanda olan iradəni nəfi eləyir. Bəli, bu növ iradə Allah Taala'da ola bilməz. Allah Taala alim-i mütləqdir. Eləyə bilməz. İnsanlar nə üçün fikirləşirlər? Çünki cəhilləri vardır. Otururlar, faydanı əvvəl təsəvvür edirlər, faydanı təsdiq edirlər, sonra nəticəyə gəlirlər, cəzm eləyirlər, yəqin edirlər, iradə eləyirlər, nəticədə hərəkət edirlər o feili etməyə. Allah Taala'da, bəli, bu mənada iradə nəfi olunmuşdur. Biz də bunu qəbul eləmirik. Çünki bunu qəbul edən əhl-i təsənnünün alimləridir ki, təəssüflər olsun, bu mənanı Allah Taala'ya nisbət verirlər. Bir halda ki, bu məna Allah Taala'dan gərək səlb olunsun. Bu məna Allah Taala'dan səlb olunandan sonra biz ki, Allah Taala zatən iradəsi var, ixtiyarı vardır. Mənası budur ki, Allah Taala'nın elmi vardır ki, hansı feildə məsləhəti var? İlm. Nəinki fikirləşməyə ehtiyac olsun. Və o iradə eləyir, məsləhət olduğu üçün bunu etsin. Elə bu baxımdan bəzi kitablarda o cümlədən Şərh-i Babihadi Əşərdə də qeyd olunur ki, iradə həqiqətdə Allah Taala'nın zatən feildə olan məsləhətidir. Yəni əgər Allah Taala bilirsə filan feildə məsləhət var, bu olur elm. İradə, yəni təxsisül feili fi zamanin dunə zamanin ki, Babihadi Əşərdə də işarə olunmuşdur. Bəs buna əsasən bu rivayətlərdə ki, Allah Taala'dan iradə və ixtiyarı zatı nəfi olunub, o iradədir ki, insanlarda vardır. Orada istər-istəməz çatışmayan cəhətləri vardır. Amma o iradə ki, bu nəvaqis, bu nöqsanlar onda olmazsa, Allah Taala'nın zatına nisbət verilən heç bir iradə və işqalı yoxdur. Allah Taala barəsində buyurulur ki, xuzul gayət və trukul əsbab. Yəni gayəti götür, amma bu əsbabı qoy kənara. Necə yəni? Yəni insanlarda da iradə var, amma Allahda da iradə var. İnsanlarda olan iradənin bir sıra müqəddimələri var. Bu ki, bu müqəddimələri qoy kənara. Biz insanların iradəsi var, amma iradə etmək üçün əvvəl həmin işi təsəvvür etməliyik, faydasını təsəvvür etməliyik, faydasını təsdiq etməliyik, bizə cəzm gəlməlidir, halət ruhu əvəz olmalıdır, hərəkət edib bu işi eləməliyik. Yəni iradənin bir sıra müqəddimələri var.
Amma Allah Taala barəsində bu müqəddimələri qoy kənara, iradənin nəticəsi nədir? İxtiyar edib feili etmək. Bu Allah Taalada vardır. Allah Taala zatən ixtiyar eləyir, iradə üzündən feili edir. Amma müqəddimə, təsəvvür, təsdiq bunların Allah Taalada mənası yoxdur. Bunlar nəvaqisdir. Bura qədər oxuyaq inşallah. Əgər yetişsək başqa bir məsələ də var. Burcu sümmə innə muqtəzə iştimalil qudrəti ələl ilm. Sonra biz gedir Allah Taala'nın qüdrəti şamildir elm və şuura. Sümmə innə muqtəzə iştimalil qudrəti ələl ilmi və şuur bima fil filə bittər. Biz gedir Allah Taala'nın elminin, qüdrətinin elm və şuura şamildir. Bunun muqtəzası budur ki, huvə ədəm infikakil qudrəti ənil ixtiyarı zati. Yəni Allah Taala'nın qüdrəti ayrı deyil ixtiyarı zatidən. Burada bima fil filə bittər mütəlləqdir elmə. Yəni biz ki dedik Allah Taala'nın qüdrəti müştəmildir elm və şuura. Elm biçi, elm o şeyə ki feildə vardır. Məsləhətdən ya tərkdə məsləhət var. Huvə innənin xəbəridir. İnnə muqtəza iştimalil qudrəti ələl elmi və şuur bima fil fiilə bitər. Huvə ədəmi infikakil qudrəti ənil ixtiyarı zati. Allah Taala'nın qüdrəti ayrı deyil ixtiyarı zatidən. Yəni ki, hansı mənada? Bir məna. Bu mənada ki, ənəhu leysə bi mucəbin. Allah Taala öz feillərində mucəb deyil. Yəni şuur üzündən etməsin və məcbur olaraq onu əmələ gətirsin. Və yətəfərrəu ələl qudrətil məzkurə və ədəmi kuni bi mucəbin. Biz ki dedik Allah Taala'nın qüdrəti bu mənadadır və mucəb deyil, mütəfərri olur buna iradətun zatiyyətun. İradətun zatiyyə yətəfərrəunun failidir. Yətəfərrəu ələl qudrətil məzkurə və ədəmi kuni bi mucəbin iradətun zatiyyə. Kama fihi minəl məsləhə. Necə ki, yəni Allah Taala'nın iradəsi vardır ki, məsələn bu feildə nə var? Məsləhət var. Diqqət edək. Burcu və hadihil iradətu vəl ixtiyar mövcudətani minəl əzəl və leysə də bi hadisətin. Bu iradə və bu ixtiyar əzəldən Allah Taala'da var idi, mövcuddur və sonradan vücuda gəlmir. Niyə? Heysu innə fiqdanəl ixtiyar bil mənəl məzkur yərcə ilə imkanı sudurul fiil əvit tərşqi ənhu bila dəxlin ləhu təala fihi. Çünki ixtiyar və iradənin olmamağı bu mənada buna qayıdır ki, feil və tərk Allah Taala'dan sadir olur, amma Allah Taala'nın heç bir dəxaləti olmadan. Kəl qüvvət təbiiyyə, təbii qüvvələr kimi. İnsanın dediyim ki, mədəsi həzm eləyir. Heç bir iradəsi olmadan, heç bir dəxaləti olmadan atəş yandırır. Atəşinin özünün heç bir dəxaləti olmadan yandırılmaq feili ondan baş verir. Nəuzubillah. Əgər Allah Taala'da da belə olsa, bəs feil və tərk Allah Taala'dan sadir olur, heç bir dəxaləti olmadan. Məsələn, deyək ki, Allah Taala nəuzubillah bu aləmi yaradıb, heç bir dəxaləti olmadan. Əgər biz qüdrət zati, yəni iradə zati, yəni üzr istəyirəm, iradə və ixtiyar zati, yəni qəbul eləməsək, təbii qüvvələr kimi olacaq. Bəl yəntəhi ilə səlbi sidqil qudrəti əleyhə. Bəlkə bunun nəticəsi budur ki, ümumiyyətlə qüdrət sidq eləməsin ona. Niyə? Liənnəl qüvvət təbiiyyə əl-amilə əl-adimətə lüş-şuur vəl-ilmil müəssir la tüsəmmə qadirətən. Çünki o qüva-i təbii ki, əməlidir, amma şuur və ilmi müəssiri yoxdur. Adimə, yəni ədəm. Şuur və ilmi müəssirin olmayan təbii qüvvələr ki, əməlidir, la tüsəmmə qadirətən. Yəni atəş işi yandırır və günəş işi havanı işıqlandırır, mədə işi həzm edir. Bunlar qüva-i təbiidir, əməl də edirlər. Amma bunların şuur və elmi müəssiri olmadığı üçün əslən bunları qadir deməzlər. Əlbəttə qadir deməzlər ikinci mənada, mucəbin müqabilində. Fəfiqdanul ixtiyar, nəqsun ixtiyarın olmaması bir növ nöqsandır. Və huvə yətənafi mə'kuni sirfəl kəmal kəma mərratin ədidə. Bunun da ziddiyyəti var Allah Taala'nın kəmalı mütləq olmağı ilə ki, dəfələrlə bu keçdi. Bu əvvələn bu nəqs hesab olunur. Hada muzafən ilə ənə mülahəzətən nizam və tənasübə kullə vahid min əczaihi və tərəttübəl qayatır racihə ələ vücudiyyə tucibul ilməl qət'i bi ənəlləhə Teala ləm yəxluqhə illə bil ixtiyar. Bundan əlavə nizamı mülahizə eləmək, bu aləm, kainatı və bu kainatın müxtəlif hissələrinin bir-birindən uyğun olmasını mülahizə etmək və müxtəlif qayət və hədəflərin mütərəttib olmağı ki, bunlar rüçhanı vardı onların vücuduna, bunların hamısı tucibul ilməl qət'i. İnsana elmi qət'i gətirir ki, bi ənəlləhə Teala ləm yəxluqhə.
Allah Taala bunları yaratmayıb illa bil ixtiyar. Buyurur ki, bil ixtiyar və iradətin zatiyyətin li vücudiha ala adəmiyyə. Mənası budur ki, Allah Taala ixtiyar üzrə bunları yaradıb və Allah Taala'nın iradə zatiyyəsi var ki, bunların vücudu olsun əla ədəmiyyə. Yəni bunların mövcud olmağının, mədum olmağına nəyi vardı? Tərcihi vardı. Nə üçün? Li tərtibil gayat racihət əleyha. O müəyyən hədəflər mütərəttib olur onun vücuduna. Bihi ləvlaha ləma əvcədə. Əgər o qayət olmasaydı, o hədəflər olmasaydı, Allah Taala onu yaratmazdı. Bəs buna əsasən nəticə kullu budur. Fəhuvə təalə qadirun la aciz. Allah Taala qadirdir, aciz deyir və muxtarun fi fiili, öz fiillərində ixtiyar sahibidir və leysə bi mucəbin. Pəs bura əsasən Allahın qadir olmağından əlavə Allahın qadiri muxtar olmağı da isbat olundu ki, Allah Taala zaten ixtiyar sahibidir. Öz ixtiyarı ilə bu dünyanı, bu aləmi yaradıb. Amma ikinci bəhsi ki, kəlam alimləri ilə fəlsəfi alimlər arasında var idi, burada gətirməyim. Mən onu işarə elədim, bu bəhs də ona aiddir. Məsələn, kəlam alimləri deyir ki, Allah Taala bir vaxt olub ki, Allahdan başqa heç bir varlıq olmayıb. Deyir ki, kanəllah və ləm yekun mə'ahu şey. Amma fəlsəfə deyir ki, bunun mənası yoxdur. Düzdür, Allah Taala qadir, muxtardır. Öz ixtiyarı ilə bu aləmi yaradıb. Amma bu aləmi yaratmaqda ixtiyar sahibidir. Həmişə aləm olub. Sümmə innəl iradətə vəl ixtiyar bil mənəl məzkur la tunafi ma dəllə minəl əxbar əla ənə iradətə təala icaduhu və ihdasuhu. Biz bu mənadakı iradə və ixtiyarı Allah Taala'ya nisbət verdik, gərək ola, olmasa Allah üçün nəqsdir. Bu iradə, bu ixtiyarı zikr olunmuş mənada heç bir ziddiyyəti yoxdur. O rivayətlərlə ki, dəlalət edir ki, Allah Taala'nın iradəsindən məqsəd onun icad və ihdasıdır. İcad və ihdas eyni mənada. Bir sıra rivayətlər dəlalət edir ki, Allah Taala'nın iradəsindən məqsəd Allahın icad etməyidir. İradə bu mənada zatı ola bilməz ki, fiildir. Deyir ki, ziddiyyəti yoxdur. Biz iradə-i zatiyyəni qəbul edirik, eyni zamanda bu rivayəti də qəbul edirik ki, iradədən məqsəd icaddır. Bu nəyin müqabilindədir? Bu, sünnilərin, ammənin müqabilindədir ki, onlar deyirlər ki, Allah Taala'nın iradəsi zati deyil və insanlarda olan iradə kimi Allah Taala'da da iradə var. Bu mənanı rivayətlər nəfi edir, biz bunu da qəbul edirik. Liənnən nəfyə fi tilkəl əxbar izafiyyun la həqiqiyyun. Bu rivayətlərdəki Allah Taala'nın iradəsi nəfi olunub, nəfi bu rivayətlərdə nisbidir, nəinki həqiqi. Nisbidir, yəni müəyyən cəhəti var. O iradəni nəfi eləyir ki, insanlarda olan iradəni nəfi eləyir ki, onların nəvaqisi vardır. Və innəmən nəzəru fiha iləl ammə. Bu rivayətlərdə olan nəfi ammiyə nisbətdədir. Nəzəri ammədir, sünnilərədir. Əlləzinə yəquluna, hansı ki bunlar deyirlər ki, bi imkanil iradəti fihi təala ma fiha minət təəmmül və tərəvvi və hüdusil cəzm vəl qəsd. Buyurur ki, bunların nəzəri budur ki, Allah Taala'da iradə var, hansı mənada? Allah Taala'da iradə mümkündür. Bütün o şeylərdən ki, minət təəmmül, onda vardır, təəmmül eləmək lazımdır, tərəvvi fikirləşmək lazımdır, hüdusil cəzm, cəzm də insanın vücudunda cəzm gəlir, qəsd eləyir və nəticədə o işi əmələ gətirir. Bu ki, və minəl məlum, ənəl iradətə mə hazihil məqrunət muhalun bin nisbət iləyhi təala. İradə, bu məqrunatdan, iradə ki, onda cəzm olsun, qəsd olsun, tərəvvi olsun, təəmmül olsun, bu Allah Taala'ya nisbətən mahaldır. Niyə? Ləənnəhu alimin bi cəmi'ül umur və la yəhtacu ilə təəmmül və tərəvvə. Çünki Allah Taala bütün şeylərə elmi vardır, amma ehtiyacı yoxdur təəmmül edəsin, fikirləşsin. Və la yekunu mə'rəzən lil əvariz və təvarı. Mümkün deyil ki, Allah Taala mə'rəz əvariz olsun, hansı şeylərsə Allah Taala'nın zatına ariz olsun. Bu insanlar cahil olduqları üçün bu şeylərə ehtiyacı var. Və liza ilə bu baxımdan nəfətil əxbarul məzkur hazil iradətəl məqrunə. Bu rivayətlər həqiqətdə bu iradəni nəfi eləyir ki, yaxındır bu çatışmayan şeylərə. Və la nəzərə ləha ilə nəfil iradə əl-xaliyyət ən hazil umur. Bu rivayətlərin ümumiyyətlə nəzəri yoxdur. O iradəni nəfi eləsin ki, o iradə xalidir bu deyilən çatışmayan cəhətlərdən. Bəs buna əsasən fəla maniyə min isbatil iradə əl-mücərrədə ən-şəvaibil məzkurət lizzatil mütəal. Bəs heç bir maniyə yoxdur. Biz iradə ki, mücərrəddir bu nəvaqisdən. Bu onu bizim eləyək Allah Taala'nın zatı üçün isbat edək.
Və minəl məlum, bu da məlumdur ki, ennel iradətə vəl ixtiyar əl-xaliyyətə anil məqrunatil məzkura minəl məanil mudrəcə fi həqiqəti qudrətihi təala fəfhəm vəxtənin. Bu da məlumdur ki, iradə və ixtiyar ki, xalidir bu məqrundan, məqrun çatışmayan cəhətlərdən elə mənalardandır ki, dərc olunub o Allah Taala'nın qüdrətinin həqiqətindən. Yəni Allah Taala'nın qüdrətini təhlil eləyəndə qüdrətin zimnində bu ixtiyar da var. Elə bunu bu cəhətdən də dərsin əvvəlində dedi ki, muqtəza qüdrətihi. Allah Taala'nın qüdrəti. Biz ki, Allah Taala'nın qüdrətində elm və şuur vardır, feildə yaxud da işte məsləhəti vardır. Bunun laziməsi budur ki, Allah Taala nədir? Muxtardır zatən. Sonunda da bu ki, fəfhəm bu mətləbə diqqət ilə başa düş, bəxtənin və qənimət hesab elə. Və sallallahu ala seyyidina Muhammed və alihi tahir.